Herkese salam, mən Saliham. Və sonunda mən YouTube'a video çəkirəm. YouTube'a video çəkmək əslində mənim hər zaman ağlımda olan bir plandır. Fakat mən bunu hər zaman necə deyilə erteləyirdim. Çünki fikirləşirdim ki, bu imtahan qutarsın sonra çəkərəm, universitet qutarsın sonra çəkərəm, bu semestr bitsin sonra çəkərəm. Deyə mən bunu gətirdim 2025-ə gəldim. Hal-hazırda mən də Ankaradayam, Saraçoğlu mahalləsində. Və bura çox gözəldir həqiqətən də bu Saraçoğlu mahəlləsi. Birincisi mən buna deyim ki, mən YouTube'da video çəkmə əsas məqsədim çoğunluqla gənclərə, Azərbaycanlı, Türk və ya digər gənclərə kömək məqsədlidir. Yəni mən əgər bildiyim bir bilgi varsa, bunu niyə başqaları ilə bölüşməyim? Bunu çünki düşünürəm mən ən əsası. Misal üçün bugünkü videomun məqsədi və konusu mentorluqdur. Mentorluq nədir? Mənim mentorum kimdir? Mən necə bu mentoru tapdım? Mentorluq nəyə bu qədər önəmlidir bizim üçün? Mən bunları əslində paylaşmaq istəyirəm və videoya başlamamışdan qabaq bu arada bunu da demək istəyirəm ki, bu kanalda videolarımı yalnızca Azərbaycan dilincə yox, həmçinin türk dilincə, rus dilincə, bəlkə ingilis dilincə də çəkə bilərəm. Ona görə də indi ilk başda başlamaq istəyirəm bununla ki, ümumiyyətlə, mən necə mentor axtardım, niyə mən mentora ehtiyacım var idim? Əslində, mən mentora ehtiyacım olmasının əsas səbəbi mənim xaricdə təhsil almaq istəyim idi, magistratura təhsili. Mən hər zaman deyirdim ki, mən xaricdə təhsil alacağım, fakat bu biraz uzandı və mən bakalavr təhsilimi Bakıda bitirdim. Və 2 ildir ki, mən çox həqiqətən də istəyirdim ki, mən xaricdə təhsil alam. Amma mən bilmirdim ki, mən hardan başlaya bilərəm. Okey, mən bilirdim ki, IELTS, TOEFL imtahanı verməlisən, xaricdəki universitetlərin saytlarına baxmalısan, deadline-larına, onlara sonra apply edirsən, deadline-dan qabaq falan filan. Fakat yenə də məndə çox boşluqlar vardı. Mən özümü çox itmiş hiss edirdim son 2 ildə. Çünki mən bilmirdim ki, mən tam olaraq daha doğrusu xarici təhsildən ziyadə mən bilmirdim ki, mən hansı sahəyə yönəlməliyəm, mən nə etməliyəm. Hətta mən bəzən düşünürdüm ki, mən xarici təhsil mi almalıyam, yoxsa xaricə gedib işləməliyəmmi, yoxsa öz ölkəmdə qalıb işləməliyəm, yoxsa mən Türkiyədə işləməliyəm. Mən beynimdə çox belə suallar var idi və mən düşündüm ki, daha doğrusu düşündüm və araşdırdım və tapdım ki, mənə mentor lazımdır və mən artıq mentor arayışına başladım və burada mənə ən böyük yardım Violet proqramı oldu. Bu proqram sırf Azərbaycanlı az təminatlı ailələrdən gələn Azərbaycanlı qızlar üçündür və onun səhv etmirəmsə 12 oktyabrda artıq deadline bitir. Ona görə də sizə tövsiyəm odur ki, tələsin, qeydiyyatdan keçin, siz də yararlanın. Əgər bu il, bəlkə də bu video sizin çox sonra qabağınıza çıxacaq. Əgər bu il olmadısa da heç problem deyil. Siz önümüzdəki il ona müraciət edə bilərsiniz. Ondan sonraki il və mən ümid edirəm ki, bu proqram bir çox uzun sürə davam eləyər, ömrü çox uzun olar və bir çox belə mənim kimi Azərbaycanlı qızlar bu proqrama müraciət eləyər. Proqramın əsas məqsədlərindən birisi, mən düzdür, çox belə detallı informasiya verə bilmərəm. Onun üçün siz onların Instagram səhifələrinə baxa bilərsiniz, mən artıq paylaşacağım. Proqramın əsas məqsədi odur ki, az təminatlı Azərbaycanlı qızlara mentorluq yardım etmək. Az təminatlı deyəndə buna nə mənaya çıxır? Şəhid ailələri, bir valideyni itirmiş və yaxud ailə gəliri az olan qızlar üçün bir proqramdır, mentorluq proqramıdır. Mən bu proqrama başvuru eləmişdim hardasa fevral ayında və mən artıq mart ayında qəbul oldum. Mart ayında qəbul oldum və birinci mənə əlbəttə ki, mentor verilmədi. Çünki birinci məndə elə bir müddət oldu ki, mart ayından may ayına qədər, may ya da iyun ayına qədər məndə təlimlər oldu. Mən hər həftə sonları təlimlərə qoşulurdu. Bu arada bunu da belirtdim. Mən bir sözdən bir sözə atlayıram. Bu proqramın əsas səbəbi ancaq mentorluq deyil bu arada. Bunun içində həmçinin çox maraqlı təlimlər var və hamısı da pulsuzdur. Bu arada mentorluq proqramının özü də pulsuzdur. Təlimlər var. Mentorluq proqramının özüdür. Speaking klublardır, psixoloq köməyidir, yardımıdır. Yəni siz bunların hamısından faydalana bilərsiniz. Və məndə mart ayından may ayının sonuna, hətta may ayının sonunda mən hətta onların məzun gününə də getmişdim ADA Universitetidə müddəti idi. Sonrasında mənə mentor təyin oldu. Və indi artıq bu videonun bir çox hissəsini mənim mentoruma həsr eləmək istəyirəm. Çünki o, mən hətta bu sözlərin bir çoxunu bəlkə də ona heç deməmişəm, amma çox istəyirəm ki, buradan onları eşitsin. Pəri xanım.
Pəri xanım həqiqətən də mənim həyatda tanıdığım, sözün əsl mənasında pəri kimi olan insanlardan birisidir. Hətta mənim YouTube-a video çəkməkdə mənə motivasiya edən insanlardan da birisidir deyə bilərəm. Ki, Salihə, istəyirsənsə əgər çək. Sadəcə aç kameranı və çək videonu. Və Pəri xanım mənə yalnızca düz bir mentor işte Salihə bunu elə, bunu düzəlt demirdi. Hər bir cəhətdən mənə yardım elirdi və mən özümü dünyanın ən şanslı insanlarından birisi kimi hiss edirəm ki, mənim ilk mentorum Pəri xanım oldu. Çünki Pəri xanım mənim həm indiki Salihəyə, həm də ki bir 10 il sonraki, 5 il sonraki Salihəyə yardımı toxundu. Pəri xanım özü jurnalistdir və çox yaxşı bir jurnalistdir. Özü Bakıda bakalavr oxuyubdu, sonra Erasmus Mundus proqramı ilə magistratura təhsil alıbdı. Həm Danimarkada, həm Çexiyada. Hal-hazırda da yeni Avropada yaşayır. Çox yaxşı proyektləri var. Onun özünün çox əla bir proyekti var. Mən onu aşağıya adını da yazaram. Hətta linkini də qoyaram. Hətta media tənqidi ilə bağlı çox yaxşı kurs da eləyir. Hətta mən də o kursu götürdüm və çox çünki əladır əslində bizim üçün indiki dövrdə biz medianı anlamalıyıq, amma bu başqa bir mövzudur. Bunu indi deməyəcəm. Biz Pəri xanımla 3-4 ay boyunca davam etdi və biz hər həftə də bir dəfə 2 saat, hətta bəzən 3 saata belə qədər çəkirdi. Yəni mən Pəri xanımla söhbət etməyi o qədər çox sevirdim. Pəri xanımla 3 saat danışırdım yəni və heç də bezmirdim. Pəri xanım mənə əlində olan tüm məlumatları göndərdi. Nə məlumat onun qabağına çıxırdısa, yəni mənə faydalı ola biləcəyini düşündüyü hamısını mənlə bölüşürdü. İstər mənim ingilis dilimlə bağlı, IELTS-a hazırlaşmağımla bağlı, istər xaricdə təhsillə bağlı, istər işlə bağlı, istər media ilə. Hər nə çıxırdısa, hər nə proqram, hər nə proyekt onları mənə göndərirdi. Və buna görə də Pəri xanıma çox-çox təşəkkür edirəm və yaxşı ki varsınız Pəri xanım. Mən indi nəyi bir də demək istəyirəm mentorluqla bağlı? Çünki bir çox insanın beynində belə bir suallar yaranır və mən belə görürəm ki, Azərbaycanda bir çox insanın mentorla bağlı anlayışı çox azdır, hətta bəzilərinin heç yoxdur. Və bəzilərində isə mentorluqla koç arasındakı fərqi bəzən unudurlar. Mentor tam olaraq kimdir və mentor sizə niyə lazımdır? Əslində niyə lazım olduğunu mən dedim. Çünki mən özümü çox itmiş hiss edirdim və mentor sayəsində mən artıq nə istədiyimi, harda istədiyimi, necə istədiyimi artıq bilirəm. Mentor mənə demir ki, və yaxud sizə deməyəcək ki, get bunu elə. Mentor sadəcə deyir ki, bax belə də bir yol var, belə də bir yol var. Sənə köməkli eləyir o yolları tapmaqda. Yəni mentor sizə əmr vermir. Mentor sadəcə məsləhət verir və deyir ki, əgər istəyirsənsə sən bunu edə bilərsən. Bu arada mentorluq və Violet proqramında da mentorluq yalnızca xarici təhsillə bağlı deyil. Yəni siz fikirləşməyin ki, mən xarici təhsillə bağlı mentorluq aldım və bu sadəcə onunla bağlıdır. Yox. Orada karyera seçimi ilə bağlı, xaricdə təhsillə bağlı, hətta bir neçə şəxsi bizneslə bağlı da belə yeni bir proyekt açılmışdı. Mən bunların hamısı ilə bağlı məlumat qoyacağam aşağıda. Mentorluq koçdan əsas fərqi odur ki, mentor öz bilgilərinə, öz biliklərinə dayanaraq sizə yardımcı olur. Misal üçün, hamının mentoru eyni insan ola bilməz. Misal üçün, mənim mentorum Pəri xanım idi. Çünki Pəri xanım həm jurnalistikada çox bilgiləri olan bir insandır, həm xaricdə təhsillə bağlı bilgiləri olan bir insandır. Ona görə də Pəri xanım mənim üçün uyğun idi. Bəlkə də siz hüquqla bağlı bir şeylər istəyirsinizsə, sizə çox yaxşı bir hüquqçu mentor sizə təyin oluna bilər. Ya da siz başqa bizneslə bağlı istəyirsinizsə, bizneslə bağlı, bank işi ilə ilgili istəyirsinizsə, bank işi ilə ilgili sizə mentor təyin oluna bilər. Yəni hamının mentoru əslində özünə uyğun birisi olur və mən əslində çox məsləhət görürəm ki, yaşdan asılı olmayaraq kim özünə yeni bir şey kəşf etmək istəyirsə və yaxud ümumiyyətlə özünüzü itmiş hiss edirsinizsə, mən nə edəcəyimi bilmirəm, işimlə bağlı, təhsilimlə bağlı, nə edəcəyimi bilmirəm deyirsinizsə, mentora əslində başvurmaq sizin üçün ən ideal yöntəmlərdən birisi ola bilər. Ona görə də sizə çox məsləhət görürəm o proqrama. Mən özüm də o proqramın artıq məzun oldum. May ayında inşallah ki, Bakıda olsam, məzun gününə katılmaq çox istəyərəm. Olmasam da ki, yenə də qəlbim həmişə onlarla olacaq. Və belə, başqa da hələ ki ağlıma heç nə gəlmir, amma yenə də deyirəm, mən başqa mentorluqla ilgili başqa videolar da çəkəcəm. Çünki bu videoda mənim demədiyim yüzlərcə məncə məqam qaldı. Hansılar ki mən bilirəm, amma şu anda yadımdan çıxır. Və bu arada mən bunu da belirtmək istəyirəm ki, mən bu video üçün ekstra hazırlaşmadım. Bəlkə də bu çox pis bir şeydir. Fakat fikirləşdim ki, mən hazırlarsam bu daha uzun çəkəcək. Mən sadəcə olaraq bir neçə həftə deyirəm çəkəcəm. Gah hava pis olur, gah mən evdə olmuram, nəsə başqa bir işim olur.
Fakat bugün mən dedim ki, okey, mən sadəcə kameranı açıram, telefonu qoyuram qabağıma, kameranı açıram və videonu çəkirəm. YouTube kanalımı onun üçün açmıram ki, həm mənim çox belə wow izləyicilərim olsun. Okey, mən çox istəyirəm ki, mənim izləyicilərim olsun, amma mənim əsas məqsədim odur ki, bəlkə də bir 10 il sonra da, bəlkə 5 il sonra da hər hansı bir Azərbaycanlı qızın marağına çəkəndə ki, həm mentorluq nədir, o açsın və mənim videomun qabağına çıxsın və o maariflənsin bu videodan. Belə dostlar, məncə bugünlük bəsdir, mən çox danışdım. Ümid edirəm ki, bundan sonraki videolarım da çox daha yaxşı olacaq, çox daha professional, çox daha yaxşı işıqla, hətta bəlkə mikrofonla və çox daha yaxşı və maraqlı mövzularda olacaq. Özünüzə yaxşı baxın, hələlik.